Çinə, Pekinə səfərimiz haqqında part 1 videosunu paylaşım sizlərlə. Çox uzundur, ona görə 2 video şəklində paylaşacağım. Biletləri Azal'ın rəsmi saytından almışdıq. Tarixə görə biletlərin qiyməti dəyişir. Biz uçuşa hardasa 15 gün falan aldıq. Daha əvvəl alsaq daha da ucuz olardı. Oteli də özümüz Booking'dan burun etmişdi. Otelin adı Peace Hotel'dır və çox yaxşı idi, çox bəyəndik. Təmiz, səhər yeməyi daxil deyildi, amma yerləşməsi əla idi. Düz şəhərin mərkəzində hər yerə yaxın idi və səhər yuxudan duran kimi getdik. Burada Azərbaycan restoranı tapdıq. Restoranın adı Qafqaz restoranı idi. Ritam Parkda yerləşirdi. Pomidor yumurta, hətta uşaqlar gürcü xəngəli belə sifariş verdilər. Burada Town Mall var idi. Ora girdik. Gördüyünüz kimi hamı yorulub qızımdan başqa. İlk alışverişimi AGM-dən elədim və burada hər yer baxın velosipedlə doludur və onu da paylaşım ki, velosiped sürməyin yarım saatı cəmi 40 qəpikdir. Hər gün axşam saat 6-dan sonra mərkəzdə belə rəqslər görə bilərsiniz. Çinlilərin müxtəlif milli geyimlərində. Bu küçənin adı Wang Fu'dur. Burada çox böyük alışveriş mərkəzləri var. APM alışveriş mərkəzində istədiyiniz ən bahalı brendləri tapa bilərsiniz, amma qiymətlər ucuz deyildi, onu paylaşım. Yəni Pekin alışveriş üçün sərfəli deyil. Çox da desələr burada yaxşı outletlər falan var. Biz onların heç birinə rast gəlmədik, amma bu Wang Fu küçəsi çox maraqlı idi. Uşaqlar üçün çox qeyri-adi şirniyyatlar, dondurmalar, hər bir şey var idi. Hansı ki, uşaqlar buradan çıxmaq istəmirdi və Çinə gedib zooparka getməmək olmaz. Zooparka giriş qiymətləri də çox münasibdir. Pandalar çox maraqlı idi, amma zooparkı bir günə gəzib qutara bilmədik. Hədsiz böyük idi və çox maraqlı idi. Zooparkı da çox bəyəndik və axşamı dedik Çin yeməklərinin dadına baxaq. Hər bir şeydən sifariş verdik. Pekin ördəyini bəyəndik və yalnız bir dəfə Çin yeməkləri yeyə bildik. Sonra qəti yeyə bilmədik. Hər gün ya fast food, sushi ya da Azərbaycan restoranında gedib yeyirdik. Çünki çox ədvalı olduğu üçün, iyi gəldiyi üçün qeyri-mümkün idi yemək. Hətta burada baxın küçə yeməklərində çəkmişəm. Öz çaylarıyla da məşhurdur. Sadəcə paylaşım. Aldanmayın. Çayı sizə satmaq üçün hər bir bəhanə uyduracaqlar və Cristiano Ronaldo'nun mağazasına biz girməyə bilməzdik. Bir Ronaldo pərəstişkarı olaraq biz ailəlikcə onun pərəstişkarıyıq. Uşaqlar öz istədiklərini seçdi. Biz də onların arzusunu yerinə yetirdik və onu da paylaşım. Demək olar Çində qaldığımız müddətdə ən çox Starbucksda səhər yeməyi yeyirdik və Çində mollarda robotlara rast gəlmək çox adi bir haldır. Baxın, burada da robot təmizləyir molu, qızım düşüb dalına. The Universal Studio və başqa maraqlı yerlər haqqında da part 2-də paylaşacağım. Part 2-ni də izləməyi unutmayın. Çin mənim üçün başqa bir planetdir. Çinlilər çox sadə və çox mehribandılar.